Salam, bugün olan əsas xəbərləri dinləyirsiniz. Bugün ATƏT-in Viyanadakı mənzil qərargahında təhlükəsizlik sahəsində problemlərin icmalı üzrə illik konfrans başlayır. Konfransın bir sessiyası Ukrayna ilə yanaşı Dağlıq Qarabağ və Dnestr-yanı məsələləri əsr olunacaq. Rusiyanın ATƏT yanındakı daimi nümayəndəsi Aleksandr Lukasheviç TASS-a bildirib ki, bu mövzularla əlaqədar hələlik öyünməli heç nə yoxdur. Bununla yanaşı ATƏT Viyana və Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin müzakirələrindən sonra nəzərə çarpan ehtiyatlı müsbət trendin olduğunu da qeyd edir. Rusiyanın Azərbaycanla sərhəddəki yaraq qazmalar sərhəd keçid məntəqəsində yaranmış texniki problem nəticəsində minik avtomobillərinin sərhəddən buraxılması dayandırılıb. Nəticədə məntəqənin qarşısında Rusiyadan Azərbaycana gələn avtomobillərdən ibarət uzun tıxac meydana gəlib. Bu haqda Rusiya prezidenti yanında İnsan Haqları Şurasının üzvü Pavel Çikov özünün Twitter səhifəsində məlumat verib. Çikov özü də sərhəd keçid məntəqəsinin bağlanması nəticəsində tıxacda qalıb. Yaraq qazmalardakı Rusiya sərhəd məntəqəsi 7 saatdan çoxdur ki, minik avtomobillərini buraxmır. Kompüterin xarab olduğu deyilir deyə Çikov yazıb. İyunun 25-də keçirilən orta ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticəsi açıqlanıb. Tələbə qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə imtahanın nəticələri və cavab kartlarının qrafik təsvirləri qurumun saytında yerləşdirilib. İmtahanda iştirak etmiş hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı komissiyanın internet saytı ilə yanaşı bütün mobil operatorlardan mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar. Məlumata görə buraxılış imtahanında 257 nəfər maksimal nəticə göstərib.